Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mən ərik mürəbbəsinin dəndən, əzilmədən, rəngi itmədən hazırlanmasının reseptini sizə təqdim edəcəm. Əgər sizin üçün də maraqlıdırsa, kanalıma keçid edib, videomu sona qədər izləyib, bəyənib, abunə olmağı unutmayın. Mən 6 kiloqram ərikdən istifadə etdim. Ərikləri tərtəmiz yuyub, karandaşın vasitəsilə tumlarını çıxartdım. Üz qabıqlarını nazik soydum. Bir saat şəkər tozunu əlavə edəndən sonra saxladım. 6 kiloqram əriyə 5 kiloqram 700 qram şəkər tozu əlavə etdim. Bişirib 15 dəqiqə saxladım. 2 etap bu cür elədim. Yəni bişirib 15 dəqiqə saxlayıb yenə də bişirdim, yenə 15 dəqiqə saxladım. Üzərinə mətbəx salfetkası ilə təmiz, tərtəmiz kəfini götürdüm. 1 ədəd vanil, yarım çay qaşığı limon duzu əlavə edib mürəbbələri götürdüm. Rəngi itmədən sapsarı kəhrəba rəngində, əzilmədən çox gözəl mürəbbə alındı. Əgər siz də bu cür hazırlasanız, inanın ki, çox bəyənərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Allah Teala hər kəsin ruzisini bol eləsin. Göz haqqınızı halal edin. Allaha əmanət olun.